Azərbaycanlılar bir dəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir Azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın isnadgahıdır. Bura xalqın ləyaqətli oğulları gəlməlidir. Qazax Tarixdiyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin, Sovet hərb xadimi general Əlağa Şıxlinskinin lövhəsi qarşısında onun dediyi bu sözləri xatırladım. Tiflisdə ilk dəfə Azərbaycanlılardan ibarət milli korpus yaratmış və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun təməl daşını qoyan Əlağa Şıxlinskinin həyat yolu bu gün də hər bir vətəndaşımız üçün misilsiz örnəklərdəndir. Təbii ki, biz məhz belə dəyərli şəxsiyyətlərimizin fəaliyyətindən bəhrələnib vəzifəmizin məsuliyyətini hər zaman dərk etməyə çalışmışıq. Mən uzun illər dövlət qurumunda işləyən biri kimi hər zaman düşünmüşəm ki, dövlət qulluğu yalnız vəzifə öhdəliyini yerinə yetirmək deyil, qanunlarımızda da yazıldığı kimi vətəndaşlara ləyaqətlə xidmət etməkdir. Bugün gənc nəslin yetişdirilməsi prosesində iştirak edən pedaqoq olaraq gənclərin dövlət qulluğuna marağının artdığını müşahidə edirəm. Bu sahədə nələri görmək istədikləri ilə bağlı fikirlərini soruşuram, müzakirələr aparırıq. Qəribədir ki, bəziləri dövlət qurumlarında çalışmağı monoton, darıxdırıcı hesab edirlər. Təbii ki, mən dövlət qurumundakı fəaliyyətim, eləcə də bir çox dövlət qulluqçularının fəaliyyətindən nümunələr göstərirəm, onların fikirlərini analiz edirik, müzakirə aparırıq. İzah edirəm ki, istər özəl, istərsə də dövlət qurumlarında, hətta özünüz üçün belə çalışmağınızdan asılı olmayaraq, hər bir sahə sizdən yaradıcı yanaşma, təşəbbüskarlıq tələb edir. Və sizin bu bacarıqlarınız, həqiqi istedadınız iş mühitində mütləq qiymətləndirilir. Bəli, dövlət qulluğu bu yolu seçənlərdən ədalətli və bərabər yanaşma, cəmiyyətin inkişafında və rifahının qurulmasında yaxından iştirak etmək təəssübkeşliyi, qanunların aliliyini qorumaq, vətəndaşlara şəffaf xidmət tələb edir. Mən çox məmnunam ki, dövlət qurumunda çalışdığımız sahədə təhsil yeniliklərinin ictimaiyyətə çatdırılmasında, maarifləndirmə prosesində yaxından iştirak etmişəm. İnanıram ki, dövlət qulluğunda çalışmaq istəyən hər bir gənc bu işin mahiyyətini dərindən anlayacaq, vəzifəsini vicdanla, şərəflə yerinə yetirən məmur olmağın qürurunu yaşayacaq. Çünki məhz peşəsinə ləyaqətlə yanaşan hər bir şəxsin fəaliyyəti sayəsində dövlət qulluğuna, qanunlarımıza vətəndaşların inamı artır, dövlət qulluğunun nüfuzu güclənir. Əziz həmkarlarım, bu yolu seçmək istəyən şəxslər, hər birimiz dərk etməliyik ki, hətta ən kiçik töhfəmizlə belə biz dövlətimizin qurucuları, müdafiəçiləriyik. Əgər arzuladığımız kimi rifah ölkəsində yaşamaq istəyiriksə, özümüzdən başlamalıyıq. Dövlət qulluğunu sadəcə bir iş, vəzifə deyil, şərəf fəaliyyəti kimi dəyərləndirməliyik. Sonda general Əlağa Şıxlinskinin sözlərindən təsirlənərək demək istəyirəm ki, biz vətəndaşlar dövlət qulluğuna tənbəlxana deyil, gücümüzün birləşdiyi bir müstəvi kimi baxmalı və daim dövlətimizin inkişafı üçün birlikdə çalışmalıyıq.